Real TV-də zəhmətkeşlərin verilişi başladı. Fermerin real dostuna baxırsınız. Bu layihəmiz Akiyanın dəstəyi ilə təqdim olunur. Verilişimiz davam edir. Fermerin real dostuna baxırsınız. Dəyərli zəhmətkeşlər, əziz tamaşaçılar. Bugün də Fermerin real dostunda maraqlı mövzuya toxunmuşuq. Əvvəla qeyd edeyim ki, ölkəmizin 4 bir yanında hal-hazırda taxıl biçini prosesi gedir. Taxıl əkən, buğda, arpa əkən bütün o zəhmətkeşlərə, əli qabarlı insanlara demək istəyirəm ki, bərəkətli olsun, bol məhsul götürəsiz sahələrinizdən. Elə bax, bu mövzunun aktuallığını nəzərə alaraq biz də bugünkü verilişimizin mövzusunu, əsas istiqamətini taxıl biçininə həsrləmişik. Daha dəqiq desək, 2025-ci ildə taxıl yığımı kampaniyasının gedişatı nə yerdədir və kombaynla təminat prosesi bu baxımdan hansı çətinliklər var, eyni zamanda hədəflər. Bax, bu mövzunu müzakirə etmək üçün maraqlı həmsöhbətim var. Mən böyük məmnuniyyətlə onu sizə təqdim etmək istəyirəm. Agroservis Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədrinin müşaviri, texnika elmləri doktoru, professor İsrafil İsmailov. İsrafil müəllim, mən sizi salamlayıram. Fermerlərin görüşünə xoş gəlmişsiniz. Təşəkkür edirəm, xoş gördük. Sizlə söhbətlərimi xatırlayıram. Tamaşaçılar da əminəm ki, xatırlayırlar. Həqiqətən də hər dəfə gəlişinizə çox sevinirəm. Səmimi deyim, maraqlı söhbətimiz olacağına da bu dəfə inanıram. Gəlin söhbətə ondan başlayaq ki, ümumiyyətlə biz bilirik ki, taxılçılıq ölkəmiz üçün ən strateji kənd təsərrüfatı sahələrindən biridir. Bax, bu il İsrafil müəllim, ölkədə neçə hektar taxıl əkilib və kombaynla təminat nə yerdədir və bu baxımdan Agroservis Açıq Səhmdar Cəmiyyətinin rolu və yeri nədən ibarətdir? Bax, bu mövzudan, bu sualdan söhbətimizə giriş edək. Buyurun. Təşəkkür edirəm. Hər il olduğu kimi ölkədə ən vacib strateji sahə olan taxılçılığın yığımı ilə əlaqədar ölkə prezidenti Cənab İlham Əliyevin tapşırığına əsasən Kənd Təsərrüfatı Nazirliyi taxılçılığın itkisiz, bezəlmiş taxılın itkisiz yığılması üçün mühüm tədbirlər həyata keçirir və bu tədbirlərin ən öndəsi taxılçılığın əsas texnika olan, yığım texnikası olan kombaynla təminatı məsələsidir. Taxıl biçini başlamazdan öncə Respublikada bütün taxıl yığan kombaynlar texniki vəziyyətdən, cəhətdən saz vəziyyətə gətirilmiş, nizamlamalar aparılmış və yanğına qarşı, digər təhlükəsizlik tədbirlərlə qarşı təlimlər təşkil edilmişdir. Biçin öncəsi Kənd Təsərrüfatı Nazirliyinin rəhbər şəxsləri, o cümlədən taxıl yetişdirən, taxıl biçinində iştirak edən mexanizatorlar, iri təsərrüfatın rəhbərləri və digər nümayəndələr, Agroservis Açıq Cəmiyyətinin mütəxəssislərinin iştirakı ilə Respublikanın rayonlarında müşavirələr keçirilir, görüşlər keçirilir və orada mexanizatorları maraqlandıran suallar, qarşılaşa biləcək çətinliklər və digər məsələlər müzakirə olunub, optimal qərarların verilməsi həyata keçirilir. Və bu illəri, o biri illərdə olduğu kimi, ölkədə 932.319 hektar taxıl əkilmişdir ki, bunun 505.669 hektarı buğda, yəni 54%, 426.623 hektar isə arpadır, bu da 46% təşkil edir. Və bu qədər taxılın yığılması üçün, demək, bu günə olan məlumata görə 1714 ədəd kombayn cəlb olunub və bugünkü günə taxılın ümumi sahəsinin 28% artıq biçilib fermerlərə təhvil verilibdir. Təxminən 3/1. Təxminən bəli, 3/1-ə yaxın bir hissəsi və bu da ki, biçilən sahələrin 7% buğdadır, 52% isə arpadır. Burada sual oluna bilər ki, nə üçün 52% arpa yığıldığı halda 7% buğda yığılıb? Bu önəmli bir məsələdir. Bilirsiniz ki, bəzi rayonlarda arpa tez yetişdiyindən, həm də iqlim şəraitindən asılı olaraq gecikmələr olur. Bununla yanaşı buğda da özünü çatdırır. Ona görə Aran rayonlarında bəzi yerlərdə bax, o yetişmiş buğdanın da yığılması həyata keçirilmişdir. Burada bir maraqlı məqamı sizin diqqətinizə çatdırmaq istəyirəm. Göründüyü kimi arpa və buğda sahəsinin arasında bir nisbət vardır. Yəni bugün demək ki 60% civarında, 60-dan daha aşağı civarda
buğda arpa nisbəti var. Mən hesab edirəm ki, ölkənin buğda ilə olan təminatını yaxşılaşdırmaq üçün bu nisbəti 60-40 ya da 65-35% buğdanın xeyrinə dəyişmək daha məqsədəuyğun olar. Və bizim Yəni buğdaya tələbat daha çox. Bəli, çünki ölkənin buğdaya tələbatı insanların özünü təminat məsələsini həll etmək üçün xaricdən belə xaricdən asılılığı azaltmaq məqsədi ilə bəli, bu istiqamətdə işlərin aparılması önəmli olar. Bu ilki taxıl yığımına ölkədə cəlb olmuş 1714 ədəd kombayndan 651 ədədi Agroservice Açıq Səhmdar Cəmiyyətinin rayon bölmələrində istifadəsində olan kombaynlardır. 330 ədədi iri təsərrüfatlarda olan taxıl yığan kombaynlardır. 733 ədəd isə leasing formasında demək özəl sahibkarların əldə etdiyi kombaynlardır ki, bunlar bu günləri ölkədə demək ən böyük faizi məhz o özəl sahibkarların əlində olan kombaynlar təşkil edir. Bunlar ümumi kombaynın 43%-ni təşkil edir. Agroservisin istifadəsində olan kombaynlar deməli hardasa 38% təşkil edir və öz iri təsərrüfatlardan 19% təşkil edir. Bu bir maraqlı bir mən müqayisə etmək istəyirəm, paralel aparmaq istəyirəm. Deməli, biçilmiş sahələrdə agroservisin payı bu gün 32%-dir. Bayaq qeyd etdiyimiz biçilmiş sahələrdə. Özəl sahibkarların payı isə 47%-dir. İri təsərrüfatların payı 21%-dir. Yəni texnika sahəsindəki faizə nisbətən digər iki kateqoriyadan olan kombaynların biçdiyi sahələr agroservisə nəzərən çoxdur. Bu nədən irəli gəlir? Bilirsiniz ki, Agroservice Açıq Səhmdar Cəmiyyəti sosial status yönümlü bir şirkətdir və insanlara bu kateqoriyadan olan insanlara xüsusilə xidmət göstərir. Və bu günləri bizim respublikamızda əkilən taxıl sahələrinin böyük əksəriyyəti 5 hektardan aşağıdadır. Məsələn, deyək ki, 1 hektardan aşağıda olan 71%-dir. 3 hektardan aşağıda olan 8,5%-dir, 5 hektardan aşağı olan 95,5%. Bax, bu sahələri məhz Agroservice Açıq Səhmdar Cəmiyyətinin kombaynları biçir. İri təsərrüfatları onsuz da iri təsərrüfatların belə deyil, tabelində olan kombaynlar və özəl şirkətlər kombaynlar. Bəli, iri təsərrüfatların özünün təminatı var. Amma siz daha çox belə deyil, az təminatlı, kiçik ölçülərə malik olan təsərrüfat sahiblərinin Bəli, o insanlara xidmət edir ki, o insanlar ona görə də bizim respublikada bu Agroservice'in mühüm rolu ondan ibarətdir ki, xidməti sosial yönümlüdür. Və o sahədə də bizim gələcəkdəki problemlərimizdən biri də bizim sahələrimizin həddindən artıq xırda və səpələnmiş olmasıdır ki, məsələn, belə bir fakt isə deyim, taxıl yığan kombaynlar gün ərzində iş gününün 20-25%-ni təkcə yola sərf edir. Məsafəyə. Bəli, bu sahədən o bir sahəyə getmək ki, bu da onun məhsuldarlığını aşağı salır. Hansı ki, o vaxtda bir neçə hektar sahəni biçə bilər. Bunun da problemi sahələrin kiçik olmasından ibarətdir və mən hesab edirəm ki, elə yeri gəlmişkən burada deyim ki, bu problemin həllinin yeganə yolu bir çay üstündə, bir kanal üstündə, bir magistral yol üstündə olan sahələrin klasterlərlə birləşdirilib bir kombaynın işləməsi üçün asan bir formaya salınmasıdır. Yaxud da ki, bu təsərrüfatların birləşərək kooperativ cəmiyyətlərinin yaranmasıdır ki, torpaqlar böyük həcmdə olsun ki, oradan həm fermer yaxşı məhsul əldə edə bilsin, gəliri artsın, yaxşı qazancı əldə edə bilsin, qazancı çoxalsın, eyni zamanda texnikada yüksək məhsuldarlıqla işləyə bilsin. İsrafil müəllim, bəs maraqlıdır, mənə də maraqlıdır, əminəm ki, fermerlərə, təsərrüfatçılara, ümumiyyətlə insanlarımıza da maraqlıdır. Agroservis olaraq siz bax, təsərrüfatlarda görür, yeri gəlmişkən sizin kombaynlar sahədə işləyirlər, hansı innovativ yeniliklər tətbiq edə bilirsiniz? Əvvəlki verilişlərimizdə xatırlayıram, GPS idarəetmə sistemi, yeniliklər varmı, nələr var? İstəyərdim ki, bununla bağlı danışasınız. Biz demək olar ki, bütün təsərrüfatlarımızda olan traktorların, kombaynların üzərində GPS izləmə sistemi quraşdırılıb. Bu nədir? Nəyə xidmət edir? GPS izləmə sistemi texnikanın fəaliyyətini demək izləmək üçün onun harda olmasını, yerləşdiyi məkanı, gördüyü işi, nəqliyyat gediş etdiyini, yəni sahədən sahəyə keçid olduğunu, onun gördüyü iş, işlədiyi sahəni və o işin həcmini, nə qədər iş görüb, onun deyək ki, məhsuldarlığını müəyyənləşdirmək üçün GPS izləmə sistemi çox faydalıdır. Onun üçün yəqin ki, mərkəz var və əməkdaşlar bunu oturub izləyirlər. Çox düz deyirsiniz. Bizim Agroservice'də bir işçi qrupu yaradılıbdır. Bu günləri xüsusilə kombaynların işinə nəzarət edən bir qrupdur və sizin sualına cavab olaraq demək istəyirəm ki, ötən ildə biz bunu tətbiq eləyə başladıq. Qabaqki illərdən fərqli olaraq bir yığım izləmə bir sistemi deyən bir innovativ layihə var. Biz ötən il onu tətbiq elədik. Bu nə
nə deməkdir? Bu kombaynların üzərində xüsusi avadanlıqlar quraşdırılır ki, yığılan taxılın nəmliyini müəyyənləşdirir, həcmini müəyyənləşdirir və o taxılın ümumi həcmini müəyyənləşdirməklə bərabər sahənin ölçüsünü də müəyyənləşdirir və o sahəni biçmək üçün lazım olan vaxt da müəyyənləşdirir. Bunu əsasən də statistika çıxardırsınız. Bunların hamısı mexanizatorun qarşısında kabinada yerləşir, monitorda əks olunur. Monitordan mexanizator hər hansı bir sahəni qurtarandan sonra əldə olunmuş informasiyanı bizim mərkəzə ötürür. Və mərkəzdə oturulmuş işçilər, o mütəxəssislərdir. Onlar demək, həmin məsələləri təhlil edib müəyyən nəticəyə gəlirlər. Və bunun məqsədi nədir? Məqsədi odur ki, əkin sahəsi qurtarandan sonra ötürülmüş məlumatlar əsasında xəritələmə gedir. Bəli. Hal-hazırda yeri gəlmişkən həmin mərkəzin işini göstərdi. Təşəkkür ederim. Gördüyünüz o zolaqlı qırmızı rəhli sahələr ki var, o sahələr taxılın, həmin sahədə taxılın məhsuldarlığını göstərir, rəhlənir. Deyək ki, yaşıl rəngdə olan sahə, bax gördüyünüz yaşıl rəngdə olan sahə məhsuldarlığın çox olduğu sahədir. Nisbətən tütlüyü azaldıqca məhsuldarlığın azalmasına gedir. Sarı sahələr az məhsuldarlığa malikdir. Qırmızı rəhlənmiş də ən az məhsuldarlığa malikdir. Yəqin ki, siz, İsrafil müəllim, bunu sonradan artıq belə deyək də məhsuldarlıq belə ölkənin taxılçılıq sahəsindəki məhsuldarlığını analiz eləmək üçün də istifadə edirsiniz. Çox və fermerlərə tövsiyə verirsiniz ki, yəni misal üçün o yaşıl sahələrin belə deyək də daha çox olması üçün və bütün sahə, yəni bütün taxıl sahəsinin daha yaxşı belə deyək də məhsul verməsi üçün nələri etməlidir fermer? Mən sizə bir fikri deyim. Birinci növbədə bizim bu yığım izləmə layihəsinin tətbiqi fermerlərə xidmət edir. Yəni biz məlumatları artıq fermerlərə çatdırırıq və izah edirik ki, bax yaşıl sahədə sizin fikir versəniz orada tüt rəhli yaşıl var, biraz nisbətən mavi rəhli var, açıq rəhli var. Qırmızı daha az, ən azdır. Qırmızı deməli ən az məhsuldarlıq olan sahələri göstərir. Və görürsünüz burada yaşıl sahələrin nisbəti çox azdır. Yəni bunu fermerə izah edirik ki, sizin sahənizdə məhsuldarlıq nə səbəbə görə aşağı ola bilər? Birinci, relyefi düzgün tənzimləməməyə görə. Bilirsiniz ki, kət yerlərində insanlar bir o qədər o sahələrin hamarlanmasına fikir vermirlər. Amma bugün dünyada çox böyük vüsətlə istifadə olunan bir texnologiya var. Ona lazer izləmə malı ilə sahələrin hamarlanması və müəyyən müayinliyin verilməsidir. Bu çox vacibdir. Sudan səmərəli istifadə, yəni suvarılan sudan israfçılığa yol verilir. Selləmə suvarma, cərgə suvarmaları. Bəlli bir meyillik olsa sudan da qənaət istifadə. Sadə çuxurlar əmələ gəlir, su gedib o çuxurlarda dolur, həmin yerdə alaqlar daha çox qalxır və məhsuldarlıq aşağıya düşür. Nəticədə, belə deyək də, sarı və qırmızı rəng çoxalır. Təbii. Ona görə bax, bunları həm biz ümumi respublika üzrə müzakirə edirik. Çox mükəmməl bir sistemdir, həqiqətən. Və doğrudan da fermerlər də bunun nəticəsində olaraq həmin sahələrdə əgər gübrə vermə ehtiyacı varsa gübrəsini artıq eləyir. Əgər həqiqətən də o sahədə maliyyə kələ götürük varsa onu lazerli malı ilə hamarlamaq üçün çalışır və bizim rayon bölmələrimizin 5 rayon bölməmizdə, xüsusilə Aran rayon bölmələrində 6 ədəd lazer mala var ki, ötən il bu rayon 204 fermerə xidmət edib və hardasa 6000 hektara yaxın sahədə lazer mala ilə hamarlama aparılır ki, bunda çox böyük nəticələrini görüblər. Çox gözəl. İsrafil müəllim, ümumiyyətlə Agroservis Açıq Səhmdar Cəmiyyəti olaraq və Kənd Təsərrüfatı Nazirliyi olaraq siz ilbəil biz dəfələrlə sizlə elə və yaxud da sizin digər əməkdaşlarla və həmçinin Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşlarıyla danışarkən xüsusən də taxıl biçini dövründə və ya taxıl, yəni payızlıq əkinlər dövründə, deyək ki, ötən ilin payız qış aylarında biz bu məsələ ilə bağlı dəfələrlə danışmışıq və sizin tövsiyələriniz həqiqətən də yerində və doğrudur ki, fermerlər bu məsələlərə diqqət ayırmalıdırlar. Sizin həm də elmi fəaliyyətiniz var, biz bunu yüksək qiymətləndiririk. Siz bir professor olaraq, bir elm adamı olaraq mən görürəm, tamaşaçılar da görür, masanızın üzərində kitabınız var. İstəyərdim ki, onu göstərəsiniz, bizim tamaşaçılarımız görsün. Bu monoqrafiyadır. 2024-cü ildə sizin bu monoqrafiyanın adı səhv eləmirəmsə iqlim dəyişikliyi və qlobal istiləşmənin kənd təsərrüfatına təsiri və Azərbaycan Respublikası şəraitində təsirlərin aradan qaldırılması yolları belə adlanır. Düzdürmü? İstəyərdim ki, bu birbaşa belə deyək də həm elm adamlarına, həm bu sahədə çalışan insanlara, həm də təbii ki, fermerin, təsərrüfatçının özünə lazım olan bu əsərinizlə bağlı, bu monoqrafiya ilə bağlı sizdən eşidək daha ətraflı. Təşəkkür edirəm diqqətinizə görə.
Mən 24-cü ildə ki, Azərbaycanda COP29 tədbiri keçiriləcəkdi. Bu sayədə düşüncələrim formalaşdı və bu düşüncələrin fonunda fikirləşdim ki, Azərbaycan Respublikası şəraitində necə etmək olar, hansı texnologiyalardan istifadə etməklə iqlimin dəyişikliyinin kənd təsərrüfatına təsirini azaltmaq olar. Bax, bu məsələləri müzakirə araşdırdıqca belə müəyyənləşdirməyə qərara gəldim ki, kənd təsərrüfatının inkişafına iqlim dəyişikliyi özü təsir edir. Yəni, anormal yağıntıların olması, sellərin, daşqınların olması, bütün torpaqların quraq olması, daha da o quraqlığın artması, bu eroziyaya uğraması, degradasiyaya uğraması, bunların hamısı qlobal iqlim dəyişikliyinin təsirindəndir. Bilirsiniz ki, Azərbaycanda da su çatışmazlığı olan ərazilərimiz təxminən ölkənin torpaqlarının 50%-ə qədər su çatışmazlığı olan bölgələrdə yerləşir. Yəni, su ehtiyatlarımız məhduddur. Su ehtiyatları təbii məhduddur. Həm də bu anormal hadisələr olan illərdə su ehtiyatlarımızın 4,7-5 milyard kubmetri itir. Yəni, bu da hansı sahələrin suvarılması üçün daha məqsədəuyğun olardı. Və bu fonda iqlim dəyişikliyinə elə kənd təsərrüfatının özü də təsir edir. Yəni, əgər iqlimə digər amillər təsir edirsə, o təsirin içində 40% də kənd təsərrüfatı tutur. Kənd təsərrüfatında əsas iqlimə təsir edən heyvandarlıq, deyək ki, kənd təsərrüfatı bitkilən tullantıları, sahələrin yandırılması, bitkilərin bir də məişət tullantılarıdır. Deyək ki, bir də bir qismdə 8%-ə qədər də peyindən yaranır. Və bu kənd təsərrüfatından atılan tullantıların ən böyüyü metandır. Metan təbiətdə elə bir problem üzləşdirir ki, insanları və burada həm bitkilərin məhsuldarlığı aşağı düşür, insanların sağlamlığına və torpaqların məhsullarının azalmasına, mümkünlüyün azalmasına gətirib çıxarır. Bunun qarşısının alınması üçün Kənd Təsərrüfatı Nazirliyi xətti ilə çox böyük layihələr həyata keçirilir. Bu layihələrdən bir neçəsinin adını saymaq istəyirəm. Birinci növbədə torpaqların suvarılması üçün demək ki, daha məhsuldar texnologiyalardan istifadə olunması. Müasir, innovativ texnologiya, suvarma texnologiyası, damcılı suvarma sistemi, tamburlu suvarma sistemi, pivot suvarma sistemi və sair suvarma sistemlərindən istifadə edilməsi çox vacibdir. İkinci növbədə kənd təsərrüfatının aparılmasının, yəni işlənməsinin müasir metodlarından istifadə olunmalıdır. Dayanıqlı kənd təsərrüfatı metodlarından istifadə olunması, bunlara daxildir dəqiq əkinçilik sistemi, bunlara qoruyucu əkinçilik sistemi, bunlara daxildir konservativ yaxud deyək ki, örtük bitkilərindən istifadə etməklə əkinlərin aparılması və bunların hamısının məqsədi təsərrüfatlarda məhsuldarlığın yüksəldilməsi və suya olan tələbatın bir qədər azaldırmasıdır. Məsələn, deyək ki, bayaq mən adını çəkdim, örtük bitkilər. Bu nədir? Amerika Birləşmiş Ştatlarında, Braziliyada və digər iri kənd təsərrüfatı ölkələrində əkinlər əkiləndən sonra onların cərgə arasına örtük bitkilər səpirlər və əsas bitkilər qalxandan sonra, yəni düzərəndən sonra həmin örtük bitkilərini torpağa yatırdılar. Bu zaman o örtük bitkisi torpaqda olan nəmliyin uzun müddət qalmasına kömək edir. Yəni, buxarlanmanın qarşısını alır, kömək edir. Bu günləri Azərbaycanda və bu texnologiyadan istifadə olunur. Xüsusilə pambıqçılıqda bu önəmlidir. Deyək ki, İsrail texnologiyasına görə həmin o bitkinin əvəzində polieten plyonkadan istifadə olunur və deyək ki, növbəli əkin sisteminin vacib önəmliyi çoxdur. Çünki əgər bir sahədə bir bitkini illər boyu əkdikcə o torpaq tamam zəifləyir. Oradakı olan minerallar, bitkiyə lazım minerallar sorulur və torpaq qüvvədən düşür. Onları dincə qoymaqla və növbəli əkinlərdən istifadə etməklə torpağın mümkünlüyünü artırmaq. Mən belə başa düşdüm ki, siz bütün bunların hamısını analiz edərək öz monoqrafiyanızda, öz kitabınızda belə deyək, yaxşı bir təhlil, yaxşı bir tövsiyələr var. Nəticələr ortaya çıxardınız. Mən bir tədqiqatlarımı proqramlaşdırma hesabına aparmışam. Hətta qlobal səviyyədə və Azərbaycan Respublikasında temperaturun 1,5 dərəcəyə qədər olması üçün şərtləri müəyyənləşdirmişəm və ölkəmizdə o proqram əsasında temperaturun 0,548 dərəcə artmasını təmin edən şərtlər var ki, karbon qazı emissiyası nə qədər olmalıdır, metan nə qədər olmalıdır və digər hansı ki, atmosferi çirkləndirir, onlar nə qədər olmalıdır ki, bu təmin olunsun. Və burada bir məsələni də mən vurğulamaq istəyirəm.
demək, növbəli əkinlə yanaşı meşə və aqromeşəçiliyin geniş yayılması lazımdır. Fermerlər öz əkinlərinin ətrafında həm meşə ağacları, həm də meyvə ağacları birlikdə, kontekstdə əkilməsinə üstünlük verməlidirlər. Niyə? Bu, atmosferdəki karbonun demək, təbii yolla udulmasını təmin edir. Ağaclar o karbonu udurlar. Amma sənaye sahələrində, bütün dünya miqyasında iri ölkələrdə havadan karbonu udub götürmək üçün xüsusi zavodlar tikirlər. Milyardlarla dollar demək, sərf edib zavodlar tikirlər. Havanı sorub, onun karbonunu torpağın altında yerləşdirirlər. Amma ən adisi, ən təbii yolu meşə və bağçılıq ağaçlarının həmin o tarlaların ətrafındakı o perimetr boyunca əkilməsidir ki, onlar onu götürsün. Tarla qoruyucu sistemindən də həm tarla qoruyucu növü, tarla qoruyucu funksiyası yerinə yetirir, nəmliyi qoruyur, eyni zamanda həmin mühitdə yaranan təbii mühiti formalaşdırır. Bəli. İsrail müəllim, çox maraqlı tədqiqatlarınız var. Bu yolda sizə yorulmadan irəli getməyə arzulayırıq və qaydaq gəlin söhbətimizin yekununa doğru taxıl mövzusundan mən bir sual verim, onunla da verilişimizi belə deyək də yekunlaşdıra bilərik. Fermerlərimiz bizə baxırlar. Mən bilirəm ki, siz Agroservis Açıq Səhmdar Cəmiyyəti və bütün belə deyək də əməkdaşlar il boyu xüsusən də taxıl biçini dövründə fermerlərin belə deyək də qarşısına çıxan çətinlikləri analiz edirsiniz, təhlil edirsiniz ki, gələcəkdə növbəti ildə onların çətinlikləri olmasın. Bu baxımdan, bu istiqamətdə vəziyyət necədir? Ötən il ki, deyək ki, bu təcrübədən irəli gələrək bu il hansı işlər görüldü və yaxud da görülməkdədir və gözləntilər nədir? İstəyərdim ki, bundan siz düz qeyd etdiniz. Biz hər il bu məsələ ilə əlaqədar zonal müşavirələrdə iştirak edirik. Fermerlərə, taxıl biçimində iştirak edən mexanizatorlar bu məsələləri açıqlayırıq ki, elə nə edək ki, yetişdirilmiş taxıl itkisiz yığılsın, problemsiz yığılsın. Lakin nə qədər olmuş olsa belə, insanların dünyaya baxışı, özünün yaşadığı həyata, mühitə baxışı fərqlidir. Bir də görürsən ki, bir gün yağış yağmaqla, bilirsiniz ki, bir yağış yağdığı halda taxıl girə bilməz, taxıl özü nəmlənir, torpaq nəmlənir, kombaynda nəm taxılı biçə bilməz. Məhz ona görə bayaq yığım izləmə sistemi də o nəmliyi müəyyən edir ki, ola bilər ki, agronom müəyyənləşdirir ki, sahədə bir qədər nəmlik var, amma kombayn yığanda məhsulu faktiki çıxardır ortaya ki, onun nəmliyi nə qədərdir. Taxıl nə qədər nəm yığılarsa, bir o qədər onun tələf olma ehtiyalı var, çürüyə bilər, müəyyən xəstəliklərə yoluxa bilər və ilə. Bax, bu nöqteyi nəzərdən biz kombaynların dislokasiyasını hər il olduğu kimi rayonlar üzrə, bizim dağ rayonlarından və dağətəyi rayonlarda olan kombaynları dislokasiya edirik. Aran rayonlarına yəni köçürülməsini mərhələli şəkildə həyata keçirirsiniz. Onların hansı rayonda, hansı kənddə işləməsi üçün qrafiklər tərtib olunur, yerli icra strukturlarına onlar təqdim olunur ki, onların da köməkliyindən biz istifadə edirik. Sadəcə olaraq burada biz prioritet deyən bir məsələni bu ildən başlayaraq onu tətbiq eləməyə çalışdıq. Nədir o prioritet? Yəni vaciblik dərəcəsi. Vaciblik dərəcəsinə görə sahənin biçilməsi. Bu birinci növbədə taxılın yetişməsidir. Əsas göstərici taxılın yetişməsidir. Əgər orada taxıl 80-90% yetişibsə, onu 3-cü, 4-cü plana atmaq olmaz. İkinci, bu demək ki, taxılın olduğu ərazidə yağışın yağma ehtimalının çox olmasıdır. İkinci şərt odur. Üçüncü, fermerlərin sosial statusu, relyefi və ərazidə kombaynın olmasıdır. Tutaq ki, bir sahədə taxıl normal yetişib, orada sosial statuslu yaxud deyək ki, dağ ətəyində olan bir sahə var, amma digər bir sahədə taxıl 90% yetişibdir. Onu saxlamaq qeyri-mümkündür. Mütləq o biçir. Bax, prioritetlik bundan əvvəl gəlir. Yəni, buna əsasən də qrafik müəyyənləşdirir. Bəli, qrafik müəyyənləşdirir. Biz bununla bağlı danışmışdıq, yəni fermerlər bu baxımdan bir-birlərini anlamalıdır, qarşılıqlı şəkildə belə deyək də başa düşmək lazımdır. Tolerant yanaşmalıdırlar, səbirli olmalıdırlar. Çünki arpa düzdür, biraz tez itkiyə gedən məhsuldur, amma buğdada itki yoxdur. Buğda nə qədər dayaq da kökündə qalsa, daha çox qidalı maddələrin zəngin olur və çəkisi də artır. Şükür Allah ki, arpada artıq xeyli sahib biçilibdir. Buğda ilə dediyimiz məsələlər qarşıda olacaqdır. Biz bayaq sizə qeyd edim, klaster məsələsini bu tətbiq eləməyə çalışdıq və bəzi yerlərdə ona nail ola bildik. Və burada bir nömrəli əsas məsələ nədən ibarətdir? Bizim sahələrimizin kiçik olması bizdə həm fermerlərə, həm ümumiyyətlə təsərrüfat sahiblərinə problemlər yaradır. Ona görə mən fermerlərə özümü tutub deyərdim ki, gələcəkdə, növbəti illərdə bizim kooperasiya haqqında Azərbaycan Respublikası qanunu var. O qanunun şərtinə uyğun olaraq fermerlər mülkiyyətinin üzərində hüququnu saxlamaq
və istədiyi zaman o kooperativdə çıxmaq hüququnu saxlamaq şərti ilə bayaq dediyim kimi bir kanal üstündə, bir çay üstündə, yol üstündə olan sahələrdən ibarət birləşsinlər. Problem nədir? Taxıl əkilib, ondan sonra xüsusi paylar var. Birində qarğıdal əkilib, birində pambıq əkilib, birində tərəvəz əkilib. Bunları tez-tez sulamaq lazımdır, suvarmalıdır və o həmin sahələrdə su olanda artıq taxıl sahəsinə girmək mümkün deyil. Və problemlər budur. O sahələr əgər birləşsə, eyni bir bitki əkilərsə, həm məhsulları yüksək olar, fermerin gəliri çox olar, texnikada çox rahatlıqla əkin sahələrini biçib qutara bilər. İsrafil müəllim, minnətdaram sizə. Saatlarla söhbət edəcək. Yorulmaram, zövq alıram. Əminəm ki, televiziya qarşısında əyləşən bizim tamaşaçılarımız, həmçinin fermerlərimiz də sizdən və sizin söhbətlərinizdən kifayət qədər məlumat götürdülər. Sizə və bütün Kənd Təsərrüfatı Nazirliyi əməkdaşlarına, eyni zamanda Agroservisin hal-hazırda elə sahələrdə olan, bölgələrdə olan əməkdaşlarına uğurlar və yorulmaz güc arzuluyuram. Minnətdaram ki, gəldiniz. Təşəkkür edirəm. Çox sağ olun. Sizə də uğurlar arzulayıram. Hər zaman görüşümüzdən mən də məmnunum. Təşəkkür edirəm. Çox sağ olun. Sizin qoyduğunuz suallar, vacib məsələlərin həlli üçün yönləndiyiniz suallar hər zaman bizi düşündürməyə məcbur edir. Təşəkkür edirəm. Uğurlar sizə. Hörmətli tamaşaçılar, əziz fermerlər, xüsusən də hal-hazırda sahələrində taxıl biçilən dəyərli zəhmətkeşlər, inanırıq ki, yaxın günlərdə, yaxın aylarda çox, belə deyək də, bir müddətdən sonra taxıl biçini başa çatacaq və nəticədə elə sizin sahənizdə istədiyiniz qədər taxıl məhsulu toplanılacaq. Bunu mən arzuluyuram. Bol ruzi bərəkət arzuluyuram bütün, xüsusən də buğda və arpa əkən, taxıl əkən bizim zəhmətkeşlərimizə. Gələn həftə eyni vaxtda, eyni saatda Real TV-də fermerin real dostu yenə də sizin qarşınızda olacaq. Hələlik.